Dostuna nə sözün var? Atılası deyilsən atım, satılası deyilsən satım. İtdə olsan, qurtda olsan, yanımda tula əvəzi gəzdirirəm də səni. Balaca belə tələsi hara getsən? Nənəmdən babamın yanına. Onlar da elə mən qudurdan. Nə eləmək istəyirəm, eləyirəm, səslər də çıxmır. Evinizə ən çox kim gəlir? Xalam bizim evdən heç çıxmır. Kraliçə əlini bir işə də vurmaz. Hara getsək quyruq kimi arxamızda deyilər. Neynirsiniz belə? Var yoxuna lənət, dalıma pampers almağa pulum yoxdur. Gedib qız alıram, nə pox yeyəcəm bilmirəm hələ. Cəmaatın anası gül kimi lay lay oxuyur, mənimki məni it kimi tutur. Yat, gözünü yum, yat dedim sənə it oğlu. Niyə qaşqabaqlısan yerə? Mamam yenə məni çimizdirəndə ağladım, it balası kimi çırpdı mən. Zalımın qızı az qala dərimi soyurdu. Mamana nə demək istəyirsən? Mama, mən yetim yıxılanda mənə döymə, onsuz da yıxılıb bədbəxt olmuşam da. Oo, yorulmayasan ustam, dönər ləzzətlidir. Aya it oğlu it. Bu yaşda usta oldumsa, deməli bir bildiyimiz var. Nə duası etsən balaca? Mamma dua edirəm ki, mən böyüyüm, evlənim. Mama mənim toyumu, mənim uşaqlarımı görməyi nəsib eləsin Allah baba. Mənim qardaşım, belə vaxtın olanda çox demirəm ha, yüngül varı özünə hörmət elə. Qay papasına papa deyən oğraş. Mamanın qarnında həyat necə idi? Ən çox evdəki gizli danışıqları eşitdim. Kimin nə pox yediyini yaxşı bilirəm. Hamı mənlə ehtiyatlı olsun ha. Ay nənə, sən Allah get işinlə məşğul ol. Kefim yoxdur bugün, Allah haqqı. Can bala, bax gör nə gətirmişəm. Niyə belə əziyyət çəkirsən? Hələ 1-ci sinifə indi başlamışam, elə bil universitetə gedirəm. Milyon cür dərs keçirlər, sumka ona görə ağırdır. Gecələr niyə yatmırsan? Babam imkan versə yatacam. Səhərə kimi ancaq zarta zurt dırta pırt eləyir. Arada bir də yüngül bızıldadır. Hansı qohumlarını çox istəyirsən? Var yoxuna lənət. Bacardığın qədər qohumdan uzaq ol. Ayağımın altın qazan elə onlar olur. Gecələr niyə yatmırsan balaca? Dədəm qoyur ki, yatam. Səhərə kimi ancaq zarta zurt dırta pırt eləyir. Bir də görsən yüngül varı bızıldadır. Allah bütün dualarınızı qəbul etsin inşallah. Kədərdən, qəmdən uzaq olasınız inşallah. Niyə əsəbsən balaca? Millətin babası, dədəsi evlər, maşınlar, mülk bırax. Bizimki yeyib içib pox bıraxıb. Bağış da borc. Burdan qohumlara deyirəm, and ol Allaha, xırtdaya yığmısınız day məni. Nə qədər pul istəyərlər ha? Küp üstündə oturmamışam mən. Hansı qohumlarını çox istəyirsən? Var yoxuna lənət. Bacardığın qədər qohumlardan uzaq ol. Torbavi tikən elə onlardı. Salam mənim qardaşım. Normal reklam istəsən, işini böyütmək istəsən, yaz qardaşın həll eləsin də. Allah ürəyinizdəki bütün duaları qəbul etsin inşallah. Qəmdən, kədərdən uzaq olasınız inşallah. Xaloğlu yekə oğlansan. Arada vaxt elə görüşək, oturaq, dərdləşək, yeyəcək. Oğraşdı, yaman fırıldaq olmusan ha? Salam. İmam ehsanlarınızı, yas mərasimlərinizi ehsan mərasim evində edə bilərsiniz. Atam dedi ki, Allahdan qorxan huzurlu, arvaddan qorxan xoşbəxt olar. Ona görə də ağıllı ol. Camaatın dayısı qaz vurub qazan doldurur. Mənim dayım da sıçmır ki, acar. Bax, söyməyəsən, nağarasan. Allahım, sən xəstələrə şəfa ver. Sən dərdi olana dərman ver. Dualarımızı qəbul elə, ya Rəbbi. Camaatın əmisi qaz vurub qazan doldurur. Mənim əmim də sıçmır ki, acar. Bax, söyməyəsən, nə qayırasan. Hara gersən belə? Gedirəm nənəmdən babamın yanına. Onlar da elə mən qudurdan. Nə eləmək istəyirəm, eləyirəm, qıxlar da çıxmır. Yaxşısan balaca. Millətin dayısı, bacısı oğluna playstaşınlar, maşınlar alır. Bizimki də ancaq qızlara pul yedirsin. Mənə daha bunu alır. Qabları niyə sən yuyursan balaca? Neyniyim, birinin yuması lazımdır. Mamam bütün gün divanda TikToka baxır. Atam da tualetdən çıxmaq bilmir. Hansı qohumlarından zəhlən gedir? Var yoxuna lənət. Sən soruş gör, çox istədiyim qohumum var ki, heç. Çalış uzaq ol qohumlardan. Dostuna nə sözün var? Qardaşım, cındır da olsan, hər nə də olsan, sən mənim ən yaxın dostumsan. Bir dənə xahişim, özünə yüngülvarı hörmət elə. Buradan dayına nə sözün var? Dayı var yoxuna lənət, ancaq 50 boş dalı yaş gəzirsən elə. Sənə sözüm yoxdur dayı. Dayın aran necədir? Bu dayım qızları ancaq yedirdib, çizdirir, bütün maaşı xərcləyir. Bizə çatanda da 1 manat yetim pulu verir. Necə oldu bu? Bu anamın üzündən hər dəfə pox kimi dəyirəm, bədbəxt oluram. Deyirəm, statusa şəkil qoymaq qoyur elə ancaq. Allah bütün dualarınızı qəbul etsin inşallah. Kədərdən, bəladan uzaq olasınız inşallah.
Nə oldu sənə? Mamam dünən şəklimi paylaşdı. Bugün pox kimi yerə dəydim. Yenə birinin it gözü dəydi, nəzərə gəldim. Neyinirsiniz belə? Var yoxuna lənət, dalıma pampers almağa pulum yoxdur. Gedib qız alıram, nə poxuyacam bilmirəm hələ. Müəllim, yaman bir kef görünürsüz. Bezmişəm day, qaz pulu, işıq pulu, su pulu. Arvad da mənə deyib ki, mənə iPhone al. Qardaşım, bu yaşda nə dərdin var? Neynirsən burada? Qardaşım, həyatımda ilk dəfə aşiq oldum, o da trans çıxdı. İndi dərdimə içirəm. Niyə gecələr ağlayırsan? Atamla mamam ikinci uşağı eləməsinlər deyə mərdimazarlıq eləyirəm. Niyə qaşqabaqlısan yenə? Mamam yenə məni çimizdirəndə ağladım, it balası kimi çırpdı məni. Zalımın qızı az qala dərimi soyurdu. Və qış gəldi, xəngəl vaxtı gəldi. Yenə mış dostlar çıxacaq da ortaya. Hər gün müftə ye, iç, sıç. Bütün qohumlarının nə sözün var? Burdan bütün nəslimə deyirəm. Yanıma gələndə artist eləyib yalandan öpməyim. Pul verin. Nənə, nənə, can nənə, mən sənə qurban nənə. Hazır ol, böyüyüb gəlirəm evi xaraba qoymağa. Yastığının altında niyə qayçı var? Nənəm dedi ki, axşam cin gəlsə qorxar deyə. Mən də işimi qarantiyə aldım. Həm qayçı, həm də bıçaq qoymuşam. Qardaşım, Benfica ilə oyunda 2-0-dan gəldi, 3-2 elədik. Aya Kopenhagen möhkəmdir, darmadağın eləyəcək səni. Balaca bəy, hara belə səhər-səhər? Suya pul vuracam. Atamdan mamam dayanmadan çimirlər. Ortada nəsə var, amma tapa bilmirəm. Vəzifəniz nədir? Nə işlə məşğulsuz bəy? Uşağam xanım. Mama südü içirəm, atamın puluna kakaş eləyirəm. Burada nə işiniz var? Dalıma şalvar ala bilmirəm, toy eləmək üçün kredit götürməyə gəlmişəm. Amma əvvəl arvad tapmalıyam.